Bismillahirrahmanirrahim və bihi nəstəyin və huvə xeyrun nasirin və muin. Salam əziz Təfəkkür 114 TV-nin izləyiciləri. Sizləri xoş gördük. Hər birinizi salamlayırıq. Yenidən sizlərlə görüşə gəldik və suallarınıza cavablarla gəldik. Allahın izni ilə, Allahdan tövfiqat istəyərək sizlərin xidmətinizdə olmaq bizlərə də sevinç bəxş edir. Sualların birincisi budur ki, müasir psixologiya deyir kamillikdən qaçın, depressiya yaradır. Kimlər uğura çatmağı ələ gətirməyəndə, kimlərsə daha doğrusu uğura çatmağı ələ gətirməyəndə intihar etdi deyə kamilliyə getmənin qarşısını almağa çalışdılar bəziləri. Bura diqqət olunmalıdır. Necə edək ki, həm kamilliyə çataq, həm də depressiyaya düşməyək. Biz zaten kamilliyə fitrətən meyilliyik. Yəni bu yolu getməliyik. Nəyi necə gedək ki, nəyi necə edək ki, hansı yolu necə gedək ki, depressiyaya düşməyək. Buna baxmalıyıq. Əlbəttə ki, Allahı zikr etməklə qəlblər aramlıq tapır. Ona görə də bir insan Allahı zikr edərsə, o depressiyaya düşə bilməz. İndi sual elə bilərsiniz ki, bəs biri dil zikri edir, daha doğrusu zikr edir amma yenə depressiyadadır, zikr əhlidir, duası, namazı, münacatı, ibadəti hamısı yerində, amma depressiyadadır. Səbəb nədir? Cavab budur ki, bəli, mümkündür belə insan depressiyaya düşsün. Niyə? Çünki zikrin özü o qədər insanın qəlbinə hopmalıdır ki, o zikir qəlbdən gəlməlidir. Yəni belə deyək, insanın fikri, zikri deyəndə, fikir zikrin yanında olmalıdır. Əgər bu cür olarsa, o insan depressiyaya düşməz. Səbir haqqında biz qadınlara nə deyərdiz? Gözəl. Səbir Allahın ağır imtihanlarından biridir, əzizlər. Həm də ən gözəl hədiyyələrdən biridir, deyərdim. Səbir yalnız oturub gözləmə halı deyil, ilahi ifadəyə, ilahi kəlməyə, ilahi hətta iradəyə boyun əymək. Çətin olan hər bir şeydə Allahın qüdrətini, rəhmətini görmək bacarığıdır. Bu səbr qadının qəlbində ilahi bir nur halını alar. Evlilikdəki çətinliklər, ailə içi çəkişmələr, iqtisadi çətinliklər, xəstəliklər, yalnızlıqlar və s. hər şey, bütün bunlar qadının iç dünyasında fırtınalar qopara bilmir. Əslində bilər ha, lakin Allahın özəl lütfüne məzhər olan qadın bu cürə ola bilir. Bu fırtınalardan bir növ gəminin kapitanı necə ayaq üstə durar? Bax, o cürə durar. Dalğalara təslim olmaz. Onları yönləndirməyə də çalışmaz. Gəmi kapitanı dalğalara təslim olmaz və eyni zamanda həmin dalğaları yönləndirməyə də çalışmaz. Deməli, bizdə də bu iradə qəlbdə gərək təslimiyyət olsun ki, qadın həmin o halda hadisələri yönətməyə çalışmasın. Buraxsın öz axarına, yəni Allahına. Yalnız Allaha güvənərək gəmisini doğru istiqamətdə tutar belə qadın. Onun səbri çevrəsinə də təsir edər, yəni ətrafına. Ətrafa bir dağ kimi təsir bağışlayar. Səbir Allahın bərəkətinə hazırlıq müddətində bir cür təmizlənmədir. Qadın səbr etdikcə qəlbindəki kin, nifrət və qısqanclıq da əriyir, həll olur. Səbir də bu duyğuları əridib yerinə təslimiyyət və şükür gətirər. Kin və nifrət dolu bir qəlb ilahi rəhməti daşıya bilməz. Amma səbirli qadın bilər ki, onun duası eşidilib, onun qəlbi görülüb və səbri də dəyərləndirilib. Qadının gücü əslində əzələlərdə deyil. Bunu hər birimiz bilirik, qadın zərif varlıqdır. Səbirlə bərabər Allaha bağlanmaq bacarığıdır qadının gücü. Bu səbr halı qadına həm gözlə görünən, həm də görünməyən nemətlər gətirər. Yəni, bəzi nemətləri insanlar da görər, bəzilərini görməzlər, özü görər. Qadın səbr eləyəndə əslində Allaha olan güvənini elan etmiş olur. Bu güvən Allah qatında çox dəyərlidir. Çünki Allah ona güvənən insanı əsla tək qoymaz. Ətrafındakı bəzi insanlar bunun halını zəiflik kimi, çarəsizlik kimi də
anlaya bilərlər. Əslində o qadın Allahın ən güclü qullarından biridir. Allah ona elə bərəkət verir ki, bu onun ətrafının, hətta həyatını da gözəlləşdirir. Bizə deyirlər, az şükür edirsiniz. Mən amma hər gün bir təsbih əlhəmdülillah deyirəm. Əziz qızım, şükür qadın üçün bir başqa bərəkətdir. Allah tərəfindən onun qəlbinə yerləşdirilir. Çünki hər çətinlikdə bəlkə də burada bir xeyir vardır deyərək qəlbini şükürlə doldurur. Diqqət elədiniz? Yəni əlhəmdülillah məsələsi deyil. Şükrənlillah məsələsi deyil. Allaha şükür edirəm məsələsi deyil. Qəlb məsələsidir. Hər çətinlikdə bəlkə də burada bir xeyir vardır deyərək qəlbini şükürlə doldurur. Bu düşüncə davamlı olaraq ilahi rəhməti onun həyatına çəkər. Yəni hər qəlbən bu sözü deyəndə ki, burada bir xeyir vardır, hər dəfəsində nə olar? Allah öz rəhmətini ona şamil eləyər. Şükür edən qadın əlindəkilərə odaqlanar. Yəni ona diqqət eləyər. Onunla qane olar, onunla yetinər, ona şükür eləyər. Və qəlbində şikayət yerinə, niyə bu qədər, niyə az, niyə mənə belə, niyə başqası elə, niyə ancaq mən filan, bu düşüncələr olmaz. Şikayət yerinə minnət duyğusu yerləşər. Bu minnət duyğusu onun Allaha yaxınlaşmasına daha da vəsilə olar ki, qəlb minnət halındadır. Allah qarşısında bu minnət duyğusu ilə Allaha yaxınlaşmağına daha çox şərait yaradır. Çünki Allah Qurani Kərimdə buyurur ki, şükr etsəniz nemətimi artıraram. Belə qadın əlindəkilərə dəyər verməyi bilir, onların qədrini bilir. Bu da onun qəlbini təmizləyər. Yəni əlindəkilərə dəyər vermək, əlindəkilərin qədrini bilmək, onlarla belə Allaha şükür etmək, onun qəlbini təmizləyər, ruhunu da saflaşdırar. Diqqət edirsiniz, gözəllik ardınca gözəllik gəlir. Allah deyir, şükür edin, nemətimi artıraram. Yəni bu, hər şükür qəlbən olunsa, yeni bir nemət gəlir sənə. Bunu anla. Şükür edən qadın güclü bir baxışa sahib olur. O həyatı əksik tərəfləri ilə deyil, tamamlanmış yönləri ilə görür. Bu cür baxış isə onu daha anlamlı edər. Fikir verdiniz, yenə baxışı gözəldir deyənə daha bir, yeni bir məqam onun üçün hazırlanır. Şükür onun ibadətlərinə də rəng qatar. O Allaha təşəkkür etməyin bir yolu olaraq görər həmin o şükrü. Növbəti sual eləmisiniz, qadın hikmətə çata bilərmi? Allah bir qadına əgər bərəkət vermək istəsə, onun qəlbinə hikmət nurunu yerləşdirər. Bu nur öyrənilən elmlərdən deyil, onlardan çox fərqlidir. Məsələn, bilgi öyrənilə bilir, əzbərlənə bilir, başqalarından alına bilir, hüsuli bilgilərdir. Lakin hikmət sahibi olanların arxasındakı ilahi işarətləri, görülməyən mənalar da görürlər. Hikmət sahibi olan bir qadın yaşadığı hər çətinlikdən bir dərs çıxarır. Bir sir, bir işarət axtarır. Bu axtarış onun qəlbini sakitləşdirər, zehnini işıqlandırar. Çünki hikmət Allahın planını sezə bilmək bacarığıdır. Allah mənim üçün burada nə hikmət qoyub. Hikmət sahibi qadın danışarkən sözləri ətrafındakıların qəlblərinə işləyər. Onun kəlmələri Allahın nurunu daşıyar. İnsanlar onların sözlərindən təsəlli alarlar. Hikmət və yol taparlar. Onun sözləri təkcə məntiqlə olmaz, həm də ruhu doydurar. Və belə qadın dünyada, ümumiyyətlə dünyaya öz pəncərəsindən deyil, başqalarının gözü ilə də baxmağı bacarar. Nə baş verib ki, onun halı belədir. Empatiya hissi deyirlər, psixologiyada bilirsiniz. Amma unutmayaq ki, səbr olmadan hikmət olmur. Şükür olmadan da hikmət kəmala çatmır. Belə qadın dua edəndə təkcə öz arzularına deyil, Allahdan xeyirlisini istər. Təkcə öz arzularına çatmaq deyil, Allahdan onun üçün xeyirlisini istər. Bu bilgi onun duasını daha da güclü edər. Diqqət elədiniz yenə də. Bu bilgi ki, Allah mənim üçün xeyirlisini verəcək, bu bilgi onun duasını daha da güclü edər. Növbəti sual, özünü tanımaq. Özümü tanımaq istəyirəm daha doğrusu. Hardan başlayayım? Özünü tanımaq təkcə güclü tərəflərini fərq etmək deyil. Məndə bu xasiyyət var, mən beləyəm, mən güclüyəm, mən nə bilim, mənəviyyatdıyam, mən nə bilim, qoçağam, mən zirəkəm, mən səbirliyəm. Bu deyil. Özünü tanımaq ən çox da zəifliklərini, qaranlıqlarını dürüstcə görmək deməkdir. Özünə elə bil ki, bir düşməni kimi baxır, nəfsinə düşməni kimi baxır ki,
Mənlə nə oyun oynayırsan sən? Sən mənə nə etmək istəyirsən? Onu axtarır. Elə birinci ondan başlayın deyərdim, əziz balam. Və sual eləmişsiniz, təslimiyyət harda başlayır? Deyərdim, bəndə acizliyi tam dərk eləyəndə, tam anlamıyla öz acizliyini qəbul eləyəndə artıq təslim olar. Eyib axtaranlara sözünüz. Bəzi insanlar natəmizliyi eşib sonra iyləyirlər, belə deyək. Halbuki onun üstünə torpaq tökülməli idi. Uca Allah buyurur ki, necə ki mən eybləri örtürəm, sənin eybini, o qədər eybini örtmüşəm ki, biabır olmamısan, rüsvay olmamısan. Sən də mənim kimi ol. Bəndəmin eyblərini açma, ört və bunu qarşılıq gözləmədən et. Növbəti sual eləmişsiniz ki, həqiqi bilgi nədir? Deyərdim, heç nə bilmədiyini bilmək. Bir insan bilə ki, heç nə bilmir. Həqiqi bilgi budur. Çox narahat insanam nə edim? Sual eləmişsiniz. Əgər narahatçılığınızdan xilas olmaq istəyirsinizsə, ən çox qorxduğunuz şeyin bir gün başınıza gələcəyini qəbul edin. Yəni, qəbullanın ki, hər hadisə ilə sən üz-üzə gələ bilərsən. Bunu qəlbən qəbul eləsən, heç bir qorxu səndə qalmayacaq. Ağıl harda yerləşir? Sual eləmişsiniz. İnsanın düşünmə mərkəzi onun ruhundadır əslində. Beyin də buna xidmət edən bir orqandır. Və beyin bir quyu kimidir, desək, yanılmarıq. Suyu çəkildikcə artar. Quyunun suyu nə qədər çəkərsən, su artar. Başqa bir misal, məsələn, işlək dəmir parlaq olar. Amma işləməsə nə olur? Pas olar. Beyin yeni şeyləri davamlı öyrənərsə, insan oyanar və yaşlanması da yavaşlayar. Bunu təcrübələr də göstərir ki, insan o vaxt qocalır ki, beyninə yeni elmlər, yeni bilgilər daxil eləmir. Beyin insandan yeni elm istəyir, yeni bir şey istəyir, yeni bir şey öyrənmək istəyir. Həmişə onun arxasınca olaq.